Tənliyin müsbət həqiqi kökünü tapın. Tənliyimizdə əvəz etmə aparaq. Çünki x üstü 6 bərabərdir t və x üstü 12 də olar. T kvadrat olaraq götürsək, t kvadrat çıxılsın 5t çıx 36 bərabərdir 0 alaraq. V teoreminə əsasən t1 üstə gəl t2 bərabərdir müsbət 5 və t1 vur t2 isə bərabərdir mənfi 36 olarsa, t1 bərabərdir 9, t2 bərabərdir mənfi 4 götürə bilərik. Belə ki, cəmi 5 hasil isə mənfi 36 verir. X üstü 6 bərabərdir 9 və x üstü 6 bərabərdir mənfi 4. Bizdən həqiqi kök tələb olunur. Buradan həqiqi kök alınmaz. Ona görə də x üstü 6 bərabərdir 9 olaraq baxsaq, deməli x bərabər olmalıdır 6-cı dərəcədən kök atda 9-a. 9 3-ün kvadratı olduğu üçün 6-cı dərəcədən kök atda 3-ün kvadratı. 2 ilə 6-nı ixtisar aparsaq belə deyək də, yəni dərəcələr azaltsaq alınacaq 3-cü dərəcədən kök atda 3.